Yalandan durub indi biz burada mən Ramiz Mehdiyevə nifrət edirəm, amma nifrət elədiyim adam da olsa, Rusiyanın adamı da olsa, biz bilirik ki, Rusiyanın adamıdır. Nahaqdan. Çünki o dövlət çevrilişi Azərbaycan dövlətinin özünün nüfuzuna da böyük bir zərbə gətirəcək, şey vuracaq. Digər tərəfdən elə Azərbaycan iqtidarın özünün də nüfuzuna ən böyük zərbə vurur. Bu dövlət çevrilişinə cəhd belə şey asan bir məsələ deyil ki. Ona görə də açıq deyim ki, mən bu məsələyə bağlı mövqeyim belədir. Ümumiyyətlə bir neçə gün bundan qabaq Əli Kərimlə bir müsahibəsi var idi. Çoxdan müsahibə idi. Orada özü qeyd edirdi ki, bizim hakimiyyətdən təmaslarımız olub. Hətta mənə də etiraf edib ki, Heydər Əliyev onu hakimiyyət şeydi, uzun müddət əməkdaşlıq eləyib. Heydər Əliyev sonunda hətta hakimiyyətə dəvət edib, hakimiyyətə dəvət edib, yox, deputat kimi buraxıblar. Hətta mənə deyildi ki, müəyyən bir məqamda mənim qabağıma müəyyən şərtlər qoydular. Mən o şərtlərdən imtina etdiyimə görə onlar mənə qarşı bu cür qərəzi mövqe tutdular. Hətta o vaxtda hakimiyyət dəyişikliyində ikinci adam postunu Heydər Əliyev Əli Kərimli özün dediyi kimi təklif edir. Bəli, hətta mən qulaq asdım ki, parlamentin sədri. Onu deyirəm də. Sədri vəzifəsinə sonuncu dəfə Qüdrət Həsənquliyevin adını çəkir və deyir ki, Qüdrət Həsənquliyev bu məsələlərdə vasitəçi rolunu oynayıb. Sonra yəni bu məsələlərdə yəni hal-hazırda da onun həmin vaxtı müavini olub Qüdrət Həsənquliyev. O məsələlər əslində müavin səviyyəsində aparılıb. Bu Azərbaycanda ən maraqlı və bugünə qədər cavabı verilməyən suallardan biri yurdla bağlıdır. Deməli, Xalq Hərəkatının əvvəlində Azərbaycan Dövlət Universitetində eyni fakültədə, eyni qrupda oxuyan 5 nəfər, ondan bir neçə müəllimi birlikdə gəlirlər Xalq Cəbhəsinə ayrıca bir qrup yaradılar, Xalq Cəbhəsində yurd adında. Bu yurd Əli Kərimlinin rəhbərliyi altında, deməli, inkişaf eləyir. Sonunda hamısı Əli Kərimlinin tərəfində dururlar. O cəbhə parçalarında da hamısı Əli Kərimlinin. Sonra həmin qrupun bütün üzvləri deputat olur. Əli Kərimlidən tutmuş, Fazıl Mustafa da, Qüdrət Həsənquliyev də, Qulam Hüseyn Əlibəyli də, Mənsumov da, Əli Mənsumov da, Əli Kərimli də. Bir orada 2-3 dənə yurdun digər üzvləri var ki, onlar da biri qeyri-dövlət təşkilatı, hakimiyyətin yaxınlarıdır. Məhəmməd Nuriyev də oldu sonra. Aysa o sonradan. Yəni bu suala cavab vermək, bu adamlar kim olur? Bu Dövlət Universitetində Xalq Hərəkatı gəliblər, Əli Kərimlinin başçılığı altında Azərbaycan Xalq Cəbhəsinin ayrıca bir qrup yaradıblar, ayrıca bir xətt yaradıblar. Sonra da o xəttin hamısı gəlib parlamentə keçirdi. Bu özü Azərbaycan siyasi həyatında bugünə qədər cavabı verilməmiş suallardan biridir. Bu yurt fenomeni deyək ki, bu adamlar kim idi? Necə oldu? Nəyə görə müxalifət adı ilə ancaq o həmin yurdun üzvləri getdi parlamentə düşdü? Nəyə görə bunlar Xalq Cəbhəsi içərisində ayrıca bir qrup yaratdılar və Əfəz Elçi bəydən də Əli Kərimli açıq şəkildə fərqli bir siyasət apardı. Yəni bu Azərbaycanın yaxın tarixində elə məsələlər, xüsusən Xalq Hərəkatı ilə bağlı burada çoxlu suallar var ki, bu sualların cavabı bugünə qədər verilməyib. Bu gün Azərbaycanda çox maraqlı bir şey var. İndiki parlamentdə təmsil olan adamlar bir bəyanat verdilər ki, parlament Azərbaycanda islahatdan qabağını kəsən bir şeydir. Ona görə vaxtından qabaq parlament buraxıldı. Həmin parlamentin buraxılması zamanı, bax, həmin yurdun uşaqlarının hamısı parlament olunur. Bəyanat verdik, biz bir daha iştirak eləmirik. Sonra məlum oldu ki, Elmlər Akademiyasında Ramiz Mehdiev adamları çağırır ora, təzədən yeni parlamentin tərkibi ilə bağlı müzakirə aparırlar. Dərhal həmin adamlar bir həftədən sonra bəyanat verdilər ki, biz mütləq iştirak edəcəyik parlament seçildi və parlament, buraxılan parlament 90% tərkibdə yenidən seçildi. Yəni təyin oldu. Bunun özü də bir sualdır. Axı sən bir həftə bundan qabaq deyibsən ki, mən artıq bu parlamentdən seçilərək iştirak eləməyəcəm. Özüm o bəyanata qol çəksən ki, bu parlament Azərbaycanın inkişafının qabağında duran bir maneədir. Sonradan həmin parlament və həmin parlamentdə də gəlib təmsil olunur. Bu da ikinci bir sualdır. Yəni burada o qədər, indi bilirsiniz, indi sadə vətəndaşların faktları biz zincir kimi düzmək, onları təhlil etmək imkanı yoxdur. Yəni bir şey deyəndə, məsələn, onların da bir tərəfdarlar vardı. Adama qarşı deyirlər, bu düşməndir, hökumətin adamıdır, şüpiyondur, nə belə bir iddiamlar yazır. Amma biz siyasətçi olaraq ən kiçik əhəmiyyətsiz faktda belə diqqət eləməliyik. Çünki bəzən siyasətdə əhəmiyyətsiz görünən faktlar çox belə talih yüklü hadisələrə gətirib çıxarır və ya da ən ciddi məsələlərə aydınlıq gətirir. Elə kiçik bir elementlə. Məsələn, bəzən bir adamın xarici dövlətlərə tutaq ki, xidmət eləməsini kiçik bir faktdan tutub ifşa edirlər. İndi burada isə ortalıqda nəhəng bir fakt var. Deməli,
Azərbaycan parlamenti həmişə Ramiz Mehdiyevin rəhbərliyi altında tərkibi müəyyən olunub. Bu adamlar Ramiz Mehdiyev hakimiyyətdə oldu, 2-3 dəfə parlamentdə təmsil olunublar hər biri. İndi bu gün Ramiz Mehdiyevlə bağlı müəyyən bir ittiham irəli sürülür. Yurdun rəhbəri ilə bağlı bir ittiham sürülür. Təbii ki, burada yurdun üzvlərinin də müəyyən bu məsələdə mən demirəm ki, Əli Kərimin üzrə dirənsinlər. Ya indi siz dediniz məsələn, bir anda ki, Əli Kərimli özü deyir ki, Qüdrət Həsənquliyev mənim vasitəçim olur. Onda Qüdrət Həsənquliyev deməlidir də Heydər Əliyev buna hansı şərt qoyub, bu Heydər Əliyev hansı şərt qoyub, o Heydər Əliyevdən küsənə qədər Əli Kərimli hansı vəzifələri yerinə yetirib Xalq Cəbhəsinin içərisində o olub, nəyə görə Qüdrət Həsənquliyev deputat ediblər, sonra o birisləri deputat edib. Yəni bunu mən deyəndə ki, bu adamlar Əli Kərimlə bağlı daha çox bilirlər. Yəni daha çox Əli Kərimlə özləri ilə bağlı. Bunu bir qərəz kimi qəbul edirlər. Halbuki mən burada heç bir qərəzim yoxdur. Mən deyirəm ki, əgər bir şey araşdırmaq istəyirsinizsə, buyurun. Və yaxud da məsələn, Əli Kərimli və Milli Şura məsələn. Əli Kərimli Milli Şuranın idarə heyəti üzvlərindən biri olub. Sədri olub əvvəlcə Rüstəm İbrahimov, sonra olub Cəmil Həsənli. Axı bu Milli Şura 100-ə yaxın təsisçisi olub, nə bilim bunun idarə heyəti üzvləri. Bir Əli Kərimli ilə Milli Şura Rusiyanın şeyinə çevrilmir ki, Milli Şura və Milliarderlər İttifaqı, Milli Şura və Demokratik Ziyalılar Forumu arasındakı əlaqələri Əli Kərimlindən başqa orada təmsil olunan. İndi mən deyəndə ki, Milli Şuranın üzvləri də bu məsələ aydınlıq gətirməlidir. Hamı elə bilir ki, mən burada qərəz, bəlkə sən gəl müdafiə edirsən Əli Kərimi. Gəl müdafiə elə də. Sən olubsan bunun təsisçisi Əli Kərimlə biridir. Məsələn, Rauf Arifoğlu təsisçi idi. Tutaq ki, İsa Qəmbər təsisçi idi. Tutaq ki, başqa adamlar. Gəlin çıxın ortalığa Əli Kərimli müdafiə edən, deyin ki, Əli Kərimli Rusiya işləmirdi. Və yaxud da məsələn, Əli Kərimli günahsızdır. Mən bunu deyirəm, düşürlər mənim üstümə. Mən də deyirəm ki, o biz kənarda qalmışıq. Yadınızda bizim partiyada nə qədər diskusiya oldu, üzvlə bağlı. Mən idarə heyəti üzrə gərginlik oldu. Mən dedim ki, bu Rusiyan proyekti kənarda durmalıdır. Yadınıza gəlir. Yadımdadır. Mən də sizə həmin vaxtı... Biz indi kənardayıq, düzdürmü? Bunun içərisində olan siyasi partiyalar var, liderlər var, ictimai xadimlər var və s. Bəlkə bunların əlində daha ciddi bir fakt və yaxud da Əli Kərimə bəraət verəcək ifadələr verə bilərlər. Mən bunu deyirəm. Əksinə bunlar özləri maraqlanmadı. Müraciət edən dövlət təhlükəsizlik xidmətinə ki, mən gəlib ifadə vermək istəyirəm. Çünki mən də Milli Şuranın təsisçisi olmuşam. Burada belə bir şey yoxdur. Kim çatır nə demək? Baxırsan hamısı deyəndə ki, belə elə bilir ki, mən bunları düşmənçilik edirəm. Bax, bugün mətbuatda mənim əleyhimə böyük bir kampaniya başlayıblar, cəbhəçilər. Qardaşım, mən deyirəm ki, siz Əli Kərimli müdafiə eləmək istəyirsinizsə, o Milli Şurada olan adamların hamısı gəlib izahat verməlidir də. Təkcə Cəmillə Əli Kərimli Rusiyanın agenti kimi ittiham edirlər və adama deyərlər ki, burada 100 nəfər adam olur. Bu ikisi Rusiya işdir. Və bu 100 adam hara baxırdı? Bunlar nəyə görə Milli Şuranın Rusiyanın maraqlarına xidmət etməsinə razıdır? Və Rauf Arifoğlu bilirsiniz, Milli Şuranın təsisini, sonraki prosesləri hər gün müsavatda təbliğ edir. Yadınıza gəlir? O Gürcüstanda hər 10 dəqiqədən bir məlumat edir. Sağ ayağın qoydu, Rüstəm İbrahim, sol ayağın qoydu. İndi bu adamlar deməlidir də, bu belə şey olub, olmuyor. Rüstəm İbrahimov ona şəxsən kontakta giriblər, bilirlər Rüstəm bunlara nə deyib. Mən sadəcə mənə məlum olan faktlar əsasında deyirəm ki, Milli Şura Rusiyanın proyektidir. Məqsəd də Azərbaycanda hakimiyyət çevirmək deyil də. Milli Şurada məqsəd İlham Əliyevə təzyiq eləmək Azərbaycan iqtidarına və müəyyən Azərbaycandan güzəştlər əldə edildi. Ona da nail oldu. 10 milyard dollarlıq bir həftə qalmış seçkilərə Putin gəldi. Milli Şura sıradan çıxdı. Güya Rüstəm İbrahimov vətəndaşlığına Putin icazə vermədi. Yox, müraciət edirəm ki, vətəndaşlar çıxsın, gəlsin seçkilərdə iştirak eləsin. Güya Putin buna icazə vermədi. Putin gəldi. 5 milyard öz şəxsi şirkətini Azərbaycanla müqavilə bağladı. 5 milyard da Rus dövləti ilə. O silah və bizim zabitlərin orada təlim. Ondan sonra nə bizim zabitlər getdi orada təlim keçdi, bizim zabitlər getdi NATO'da, Türkiyədə təlim keçdi. Nə də onlar bizə lazım olan silahı verdilər. Pirişvildə bir dənə partlar təşkil edildi, dedilər ki, bütün silahlar yox oldu, getdi. Vəssalam. Yəni və biz bilirdik ki, elə Rusiyanın da məqsədi Azərbaycandan bunu qopartmaqdır. Şərtlərinizdə nə qədər faiz aldı da o vaxtı Putin. İndi bu kim ki bu prosesin içində iştirak edir? Mənim bildiklərim budur. Mən demirəm, mən peyğəmbər düz deyim. Ola bilsin, mən yanlış deyirəm, yanlış təhlil edirəm. Mən heç kəsə konkret olan maddi sübut kimi demirəm, bu maddi. Mən deyirəm ki, bu mənim təhlillərim göstərir. İndi bu Əli Kərimin tərəfdarları, Əli Kərimlə çin-çini olan adamlar, o cümlədə Milli Şurada olanlar, Demokratik Ziyalılar İttifaqında olanlar və s. çıxıb ortalığa deməlidir, qardaşım, belə deyil, Əli Kərimli bu yolu getməyib, Rusiyanın burada, biz Rusiyanın əməkdaşlıq eləməmişik, Rusiya buna maliyyələşməyib. Axı bunu eləmirlər, həm də dururlar, adama üsyan edirlər.